Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün müsahibədə düşəcək psixoloji sualların həm sualını, həm də cavabını səsli şəkildə izah edəcəm. Dəyərli müəllimələr, əgər sinifdə sizə belə bir sual verilsə ki, əgər sinifdə bir uşağın halı pisləşərsə, bu zaman nə edərsiniz? Belə cavab verəcəksiniz ki, əvvəlcə məktəbin həkiminə məlumat verərəm, sonra digər şagirdlərin panikaya düşməmələrinə çalışaram ki, o şagirdlər panikaya düşməsin. Daha sonra şagirddən bunun səbəbini öyrənməyə çalışaram və onun hansı problemin olduğunu araşdırmağa çalışaram. Yəni, görək şagirddə hansı problemin olduğunu araşdırmağa çalışaram. Belə bir cavab verəsiniz. İkinci sualımız, sinifimizdə pinti uşaq olarsa nə edərsiniz? Sinifinizdə pinti uşaq olarsa bu zaman belə cavab verəcəyik ki, dərsdə tez-tez təmizlik qaydalarından söhbət açaram, fakulteti məşğələlər təşkil edərəm, şagirdlərə əşyalarını təmiz saxlamaları, pintilikdən uzaq durmaları haqqında məsləhət verərəm. Özüm də sinifdə daimi təmizliyə riayət edərəm ki, şagirdlər bunu görsün və bariz nümunə olaram buna. Təmizliyin insan sağlamlığı üçün vacib olduğunu, vacib bir rol oynadığını başa salaram. Sonra üçüncü sualımızda belə bir sual verib ki, müəllim kollektivi sizi bəyənməzsə nə edərsiniz? Müəllim kollektivinə özünüzü necə sevdirərsiniz? Belə bir cavab verərik ki, özümü səmimi, gülərüz, mehriban aparıb, onlarla xoş münasibət saxlayarım, ilk gündən onlarla qaynayıb qarışmağa çalışarım. Sonra dördüncü sualımız, müəllimlə şagirdin münasibəti necə olmalıdır? Cavab belə verərik ki, müəllimlə şagirdin səmimi, demokratik, subyekt şəklində, mülayim, eyni zamanda diqqətcil, ciddi olmağı bacarmalı, şagirdlər arasında heç bir fərq qoymamalıdır. Sonra, şagird sizdə səhvi tutarsa nə edərsiniz? Belə bir sual veriləcək, şagird sizdə səhv tutarsa nə edərsiniz? Cavab verərik ki, dərsimizdə son dərəcə diqqətli olaram, heç bir səhvə yol vermərəm, lakin elə bir hal yaşanarsa, baş verərsə, səhv etdiyimi məqamı qeyd edərəm, gülümsəyərək səhvimi düzəldərəm. Dərsi diqqətli izlədiyi üçün həmin şagirdə təşəkkür edərəm. Sonra, 6-cı sualımız, İki şagird arasında yaranan konfliktləri necə həll edərsiniz? Yəni, iki şagird arasında konflikt yaranıb, bu konflikti necə həll edərsiniz? Belə bir cavab olar ki, hər ikisini dinləyərəm, problemin nə olduğunu araşdıraram, düzgün mövqe təyin edib, məsələni sivil qaydada maarifləndirici söhbətlərlə həll etməyə çalışaram. Şagirdlərin bir-biri arasında empatiya qurmalı olduqları onlara başa salaram, konflikti həll etmələri üçün istiqamət verərəm. 7-ci sualımızda belə bir sual verib ki, sinifə girdiyinizdə şagirdin yerində oturduğunu görsəniz nə edərsiniz? Yəni, sinifə girmişsiniz, şagird sizin yerinizdə, müəllimin yerində oturub. Bunu görsəz nə edərsiniz? Belə bir cavab verərəm, şagirdə bildirərəm ki, həmin yer yalnız müəllim üçündür, şagirdlər isə yalnız öz yerlərində əyləşməlidirlər. 8-ci sualımız, İxtisasınızla bağlı hansı əlavə vəsaitləri oxuyursunuz və hansı alimlərin adlarını çəkə bilərsiniz? Belə bir sual düşərsə, hər bir müəllim, yəni öz ixtisasına uyğun alim adı da çəkə bilər, kitab adı da çəkməlidir. 9-cu sual, mutism nədir? Belə bir cavab verərik ki, mutism uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi, yəni psixoloji bir problemdir. Deməli, mutizmdə uşaq səssiz qalır, susqun. Yəni, mutizm özü nədir? Səssiz, susqun mənasından gələn mutizm, yəni latın dilində mutus ifadəsindən yaranıbdır. Özü mutizmin iki növü var, total mutizm, bir də selektiv mutizm. Total mutizm odur ki, total mutizm zamanı insan heç bir halda heç kimsəli ünsiyyətə girmir, danışmır. Ünsiyyətə girmək istədiyi halda, yəni istəyini nadir halda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir. Selektiv mutizmdən fərqli olaraq, total mutizm yaşlı insanlarda çox rast gəlinir. Yəni, yaranması psixoloji və ya psixiatrik səbəblərdən bağlıdır bu total mutizmi. Və selektiv mutizm
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Yəni, xoşu gələn 3-ümü, uşağımı, 5 uşağımı seçir, yalnız bircə onlarla danışır. Bu uşaqlarla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər, hərəkətsiz, reaksiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərsələr də, duyğu və düşüncələrini jest və mimikaların köməyi ilə ya da ki, yazılı yolla ifadə etməyə üstünlük verirlər. Belə bir cavab verəsiniz. 10-cu sualımızda deyir ki, sinifdə şagirdlərin bir neçəsi saqqız çiynəyərsə nə edərsiniz? Yəni, dərs deyirsiniz, sinifdə şagird baxırsınız ki, saqqız çiynəyir. Bu zaman nə edərsiniz? Bu suala necə cavab verərsiniz? Belə bir cavab verərik ki, şagirdləri anidən utandırmaq olmaz şagirdin içində. İlk növbədə dərsimə 1-2 dəqiqəlik fasilə verərəm, saqqızın bizə vura biləcəyi zərərlərdən söhbət açaram və cəmiyyət arasında istifadəsinin uyğun olmadığını bildirərəm. Əgər şagird nə demək istədiyimi anlasa, artıq saqqızı çıxaracaq. Lakin anlamasa, ona sakitcə yaxınlaşaram, saqqızı çıxarmağını bildirərəm. Sonra 11-ci sualda belə bir sual verir ki, şagirdlər sizi əsəbləşdirərsə, hansı tədbirləri görərsiniz? Cavab verərik ki, şagirdləri heç bir halda cəzalandırmaq olmaz. Əvvəla şagirdin özü ilə bu problemi həll etməyə çalışaram. Əgər söhbətimizin faydası olmasa, bu zaman valideynə bildirərəm. Yenə də nəticə olmasa, məktəb rəhbərliyinə bildirib tədbir görməsini xahiş edərəm. 12-ci sualımızda belə bir sual verir ki, valideyn şagirdi məktəbdən çıxarmaq istəsə, nə edərsiniz? Yəni, necə köməklik edərsiniz? Cavab verərik ki, istəmərəm ki, bir şagird heç bir halda dərsdən yayınsın və məktəbdən çıxsın. Valideyn ilə əməkdaşlıq qurmağa çalışaram, nəyə görə bu qərara gəldiyini öyrənərəm, direktor ilə danışaram, problemi həll etməyə çalışaram. Çünki şagirdlər bizim gələcəyimizdir. 13-cü sualda sinifdə şagirdlərlə necə ünsiyyət qurarsınız? Cavab verərəm ki, şagirdlərlə mehriban, səmimi, güləriz olmağa çalışaram. Onlar üçün sərbəst öyrənmə mühiti yaradaram ki, öz fikir və maraqlarını sərbəst şəkildə ifadə etsinlər. 14-cü sualımızda inklüziv təhsil nədir? İnklüziv təhsildə cavab verərəm ki, ümumi təhsilin hamı üçün əlçatan olması nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırmasına əsaslanan inkişaf prosesidir. Yəni, bu sağlamlıq imkanı məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. Sonra 15-ci sualımızda belə bir sual veririk ki, indigo uşaqları hansı tip uşaqlardır? Yəni, indigo uşaqları hansı tip uşaqlara deyilir? Belə bir cavab verərəm ki, indigo qeyri-adi qabiliyyətə, fenomen, istedada malik olan yeni bir nəsil insanlardır. Deməli, ətrafdakiləri onları başa düşməməsi səbəbindən özlərinə qapanırlar. Yəni, intellektual potensiallarının çox olmasına baxmayaraq, onlar dərs proqramlarını çox çətinliklə ödəyə bilirlər. Yəni, öz daxili meyarlarını rəhbərlik edən indoqalar özlərini lazım olan və lazım olmayanı öyrənməyə çalışırlar. Onlara imtahan vermək çətindir. Çünki onlar heç cür dərk etmirlər. Oxuyub kiməsə cavab verməlidirlər. Onlar ətraflı cəmiyyəti, onlara hərəkət tərsinə uyğunlaşa bilmirlər. Yəni, ətrafdakı cəmiyyətin hansı tərzi varsa ona uyğunlaşa bilmirlər. Düzəlməkdən imtina edirlər. Sonra öz səhvlərini qəbul etmək istəmirlər. Indigo üçün vacib onun özü kimi bir yerdə olmasıdır. Deməli, dəyərli müəllimələr, müsahibə üçün psixoloji sualların həm sualını, həm cavabını səsli şəkildə sizlər üçün çəkdim. Əgər sizlər də bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, 050 433 35 49 nömrəsinə müraciət edərək ödənişli müsahibə dərslərimizə qoşula bilərsiniz.